Bugün sizə sadə dillə qan dövranımızı izah eləyəcəm. İnsanda iki qan dövranı var. Böyük qan dövranı və kiçik qan dövranı. Böyük qan dövranı ürəyin sol mərdəciyindən aorta vasitəsilə başlayır. Tərkibində arterial qan olur. Arterial qan bədənə paylanır, kapilyarlarımızda qazlar mübadiləsi baş verir və arterial qan venoz qana çevrilir. Sadə dildə desək, təmiz qan çirklənir və baxın, yaşıl xətti izləyin, gəlir tökülür ürəyin sağ qulaqcığına. Yuxarı, aşağı boş venalar vasitəsilə tərkibində də venoz qan olur. Baxın, böyük qan dövranı buradan başladı, burada bitdi, çarpazında bitdi. Sağ qulaqcıqdan qan tökülür sağ mədəciyə. Sağ mədəcikdən ağciyər kötüyü ayrılır və tərkibində venoz qan olur. Baxın, arteriyadır, amma tərkibində venoz qan var. Qan gedir ağciyərlərimizdə, ağciyərlərimizdə yenə qazların mübadiləsi baş verir və venoz qan arterial qana, yəni çirkli qan təmiz qana, karbon qazı ilə zəngin olan qan oksigenlə zəngin qana çevrilir və gəlir tökülür ürəyin sol qulaqcığına. 2 sağ, 2 sol ağciyər venası vasitəsilə. Baxın, venadır, amma tərkibində arterial qan var. Yenidən qan tökülür sol mədəciyə və buradan yenidən böyük qan dövranı başlayır.